Hamıya salamlar, hamını xoş gördük yeni vlogda. Bugün mənim ad günümdür. Qızlar məktəbdən gələndə ataları ilə gedib belə tort alıblar. Əslində mən demişdim ki, heç nə lazım deyil, eləmək istəmirəm ad gününü. İndi keçən il 35 yaşım olurdu, onda elədik də yubiley idi. Getdik, qeyd elədik. Amma bu il dedim ehtiyac yoxdur, amma yenə də məktəbdən qaydanda gedib belə. Özdə bilirlər ki, mən ballı tort sevirəm. Ona görə ballı tort alıblar. Çox sağ olsunlar. İndi inşallah axşam yoldaşım işdən gəlsin, oturaq, çay içək. Ad günümü qeyd eləyək inşallah. Bunu uşaqlar elə tortu alanda alıblar mağazindən. Bunu qoyun bura. İstəyirdim Saradan gizlini eləyim, amma yenə də gəldi, özünü çatdırdı. Yaxşı, gəl. Gəl, otur. Olmaz, əl vurmaq olmaz. Hə, olmaz əl vurmaq. Bunları da Novruz bayramından qalıbdı. İndi bilirəm ki, 100% uşaqlar şam üfürmək istəyəcəklər. Ona görə bunları qoyum. Bir dəfə, ucu Sara üfürür. Bunları da belə qoyum, üfürsünlər axşam. Yenə də uşaqlar üçün eləyirəm hamısını ki, bizdə hər ad günündə uşaqlar üçündür hər şey. Fərqi yoxdur kimin ad günüdür, uşaqlar üçündür hər şey. Şam üfürməkdir, tortu kəsməkdir, hamısını onlar eləyirlər. Ona görə onlar üçün belə şamları qoydum ki, yandırarıq, üfürərlər inşallah. Bu da qızlarımın mənə hədiyyəsidir, ad günü hədiyyəm. Elə səhər məktəbə gedəndə gətdilər, verdilər. Bunu axşam eləyiblər. Mən Saranı yatıranda oturub mənə eləyiblər ki, mən görməyim. Səhər də verdilər. Bunu Məlikə eləyib. Bunu da Rəna eləyib. İçində də mənə öz arzularını yazıblar. Bundan da belə eləyiblər ki, belə olsun. İndi mən bunu yadigar saxlayacağam inşallah. Yekələndə özlərinə göstərəcəm ki, siz məni necə təbrik eləyibsiniz, baxın. Qabaqlar eləyirdilər, onları da saxlamışam hamısını. Bir gün inşallah sizə çəkib göstərərəm. Nə qədər eləyiblər, hamısını saxlamışam. 8 martda, ad günündə. Axşam yoldaşım gələndən sonra stolu hazırladıq uşaqlarla ki, oturaq tortumuzu kəsək, çayımızı içək. Burada da qızlar deyirlər ki, mama yox, bugün stolu biz hazırlayacağıq. Dedim, heç nə olmaz, onda tortu, boşqabları qoyun. Çayı mən özüm süzüb gətirəcəm. Hələ Rana deyir, yox, qoy çayı da mən gətirim. Dedim, yox, hələ tezdir. Hələ ki, o işlər sənin üçün tezdir. Elə belə boşqab qoymaqdır, başqa işlərdir. Onları verirəm ona. Amma hələ ki, çay süzməkdir, çayı gətirməkdir. Qorxuram ki, üstlərinə töküb yandırarlar. Ona görə hələ onlara elə işlər tapşırmıram. Videonu səsli paylaşmaq istəyirdim. Səsini azaltmaq istəmirdim ki, uşaqların şamı üfürməyi, sevincləri düşsün videoda, amma məcbur səsini azaldası oldum. Çünki uşaqlar televizorda mahnı qoymuşlar. Mən də fikir verməmişəm ki, videoda mahnı düşəcəkdir. Belə də olanda YouTube icazə vermir paylaşmağa videonu. Ona görə məcbur videonun səsini aldım. Dedim, özüm danışım ki, başqa mahnı da qoya bilmirəm. Onu da seçmək lazımdır, hansı mahnını YouTube icazə verir qoymağa. Ona görə mahnı qoya bilmədim. Elə dedim, özüm danışım burada ki, elə belə səssiz alınmasın. Qızlar da kömək elədilər. Stolun üstünü hazırladıq. Elə deyəcəksiniz ki, bunlar elə həmişə mətbəxdədirlər, heç başqa otaqlara keçmirlər. Amma istəyirdim ki, o birisi otaqda çəkək bu videonu. Şamları da orada qoydum ki, elə tort qalsın orada. Orada oturaq çayımızı içək. Amma yenə də gördüm ki, yox, orada narahat olacaqdı. Çünki bura mətbəxə artıq elə öyrəşmişik ki, elə burada yeyirik, burada otururuq, dərslərimizi burada eləyirik, ancaq yatanda keçirik başqa otaqlara. Ona görə dedim ki, burada rahat olsun, uşaqlarla da oturmaq. Orada mən gəlib burada çayı süzəndə, ya neyəsə eləyəndə onlar tortu orada. Sara bilirəm ki, tortu dağıdacaqdı.
Saranı da qoyduq ki, tortu üfürsün, şamları üfürsün. Böyüklər artıq yekəliblər. Dedilər ki, yox mama, biz üfürmək istəmirik, qoy Sara üfürsün. Amma həmişə üfürməyin üstündə dava düşərdi. O deyirdi, mən üfürüm, neçə dəfə şamları söndü, üfürürdülər, yandırırdıq ki, üfürsünlər. Amma indi artıq böyüyüblər. Dedilər ki, yox, qoy Sara üfürsün. Sara da üfürmək istəyir, amma Sara da alınmır üfürmək. Bilmirəm, o hardan yadından qalıbdı. Fevralda qızların yaşı olmuşdu. Rənana Məlikən ikisinin də yaşı fevraldadır. Onda görübdü, bilmirəm, yoxsa necə yadında qalıbdı, üfürmək necə olur. Elə şam görən kimi başlayır üfürməyə, amma hələ ki üfürə bilmir. İndi avqustda onun yaşı olacaq inşallah. Ona kimi öyrənər, öz tortunun şamlarını üfürər. Elə gördüm ki, üfürə bilmir. Rənaya dedim ki, sən üfür tez. Çünki artıq Sara dözə bilmirdi, tortu yemək istəyirdi. Elə Sara ilə bərabər Məlikə ilə Rəna da. Hələ yaxşı ki, bu qədər dözə bildilər. Günortadan axşama kimi dözə bildilər ki, tortu kəsmədik. Biraz çox istəsəydilər, mənim ürəyim dözməyəcəkdi. Onu kəsəcəkdim ki, yesinlər. Amma yenə sağ olsunlar, dözdülər. Sara bir dənə narahat oldu. O gedib gəlib tortu götürmək istəyirdi. Üstündə tortun şokoladdan bəzəklər var idi. Onları götürdüm, verdim ki, heç olmasa biraz da olsa başı qarışsın. Beləcə tortumuzu kəsdik, yedik. Ad günümü qeyd elədik. Axır ki, tort kəsildi. Sara ondan yedi. Elə videoda da görürsünüz. Səsini kəsmədim videonun. Sara eləcə ağlayır ki, verin tortdan yeyim. Elə günorta yuxudan duranda qoymuşdum başqa otağa. Ora keçdi, gördü. Özü də göyə ki, ondan gizlətmişdim ki, duranda görməsin. Çünki görən kimi istəyəcəkdi. Amma o elə keçdi, o otaqda gördü. Elə axşam atası gələnə kimi eləcə ora gedib ondan yemək istəyibdi. Mən də dedim ki, qoy yaxşı videoda düşsün. Kəsmədim, vermədim. Tortda hamının çox xoşuna gəldi. Uşaqlar da çox bəyəndilər. İkinci kusok istədilər, yedilər. Artıq üçüncünü də istəyirlər. Sadəcə mən vermədim ki, birdən onlar narahat olarlar. Axşam yatacaqlar, ona görə narahat olarlar. Çox vermədim. Amma doğrudan da çox yaxşı bir tort idi. Ballı tort idi. Və bu da mənim ad günüm. Belə bir ildə belə getdi. Yenə yaşım inşallah uğur gətirsin mənə. Əsas odur, balalarımın canı sağ olsun həmişə. Uğurlarını görüm, sevinim, canlarını sağ görüm. O mənim üçün hər şeyə dəyər. Başqa hər şey öz yerini tapır, düzəlir inşallah. Təki can sağlığı olsun ki, onda hamının üzü gülsün. İnşallah başqa şeylər düzələr. Və ad günü olmağına baxmayaraq, adi bir günlərdən biridir, yenə də iş görməliyəm. Qabları yumalıyam, çayımızı içdik. Sonra yenə qablar yığıldı, onları yudum. Axşam artıq 8 idi. Tez qabları yudum ki, Sara artıq narahat idi, yuxusu gəlirdi. Günortada yaxşı yatmamışdı, ona görə Saranı aparım, yatırım. Sonra gəlim, başqa nə işim var, hamısını görüm ki, mən də gedim rahat yatım ki, səhərə qalmasın. Səhərə işim qalanda səhər dururam, artıq uşaqlar dərsə yala salandan sonra evləri təmizləməliyəm. Ona görə başqa işlərimi saxlamaq istəmirəm səhərə ki, ancaq ki, evi təmizləmək olsun. Həm də sabah yenə uşaqları mən götürməliyəm deyə vaxtım da az olacaq. Ona görə gərək bütün işlərimi görüm ki, səhər də durum, elə evləri təmizləyim, plisoslayım, silim, tozları alım ki, hər yer təmiz olsun inşallah. Bu vlogu izlədiyiniz üçün çox sağ olun. Qabaqcadan təbrikləriniz üçün sizə çox sağ olun deyirəm. İnşallah gələn vloqda görüşənədək sağ olun.